Sələflər dövlətin əmin-amanlığı üçün çalışdıqlarına görə, dövlətin başçısı üçün dua elədiklərinə görə insanlar onları məsxərə obyektinə çeviriblər. Biri işvərən deyir, biri nə bilim sabun deyir, biri şampun deyir, biri belə deyir. Bu necə ola bilər? Yapışır, yapışmır. Sələflərdə belə şey yox. Sələflər duanla tanınır. Elhamdülillah. Həmçinin biz bunu kimsə bizə yaxşı desin de demirik. Fərqi yoxdur. Kim olur olsun. O bizə yaxşı desin deyə bunu eləmirik qardaşlar. Allah bizə yaxşı desin. Bizə Allah da maraqlı. Allahın nəzarətidir bizim üçün. Biz bugün elhamdülillah din bizdən nəyi tələb edirsə, onu edirik. Buna görə pul vermirlər, buna görə bizə vəzifə vermirlər, buna görə biz kiminsə yanında hörmət qazanmırıq. Dinimiz bizə nə deyir, onu edirik və bu da ibadətdir. Bunu Allaha yaxınlaşırıq. Şə'ə mən şə, əbə mən əbə. İstəyən istəsin, istəməyən də istəməsin. Necə deyirlər, geçsin, su içsin, şeyx demişəm, Xəzər dənizi böyüdür, heç narahat da eləmir bizi, əksinə bu daha da həvəsləndirir. Elhamdülillah. Niyə görə ibadətdir? İbadətdə biz kimisə sözü ilə arxaya çəkilməyəcək, elhamdülillah. Dinimizi yaşamaqda heç neydən utanmırıq. Təni eləyənlərin tənəsi bizi həvəsdən salmır, əksinə bizi, necə deyirlər, qabağa atır.